Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbim mənə dedi ki, ey Məhəmməd, artıq hökm olundu və qayıdılmayacaq bu hökmdən. Ümmətin bir ildə həlak olunmayacaq. Yəni, məndən istədin, ümmətin bir ildə həlak olunmayacaq. Kənardan düşmənlər, onların birliyini nə qədər gəlsələr də, ona görə bu hədis dələt edir ki, nə qədər düşmənlər yığışsalar da, bir olsalar da, İslam ümmətini dağıtmağa kənardan onu məhv edə bilməyəcəklər. Ta qiyamətə kimi bu ümmət qalacaq. Peyğəmbər sallallahu aleyhi ve səlləmin başqa hədisdə etdiyi şahidliyi ilə deyir ki, ümmətimdən bir dəstə qiyamətə kimi üzdə olacaq, haqq üzərində. Bu Peyğəmbər sallallahu aleyhi ve səlləmin şahidliyidir ki, ümmət qiyamətə kimi, müsəlmanlar qiyamətə kimi olacaq. Və sonra deyir ki, onların üzərinə onları birliyini, vahidliyini dağdan düşmənlər salmayacaq, yalnız içlərindən. Yəni, onlar özləri bir-birlərini zəiflədəcəklər, bir-birlərinin birliyini dağıdacaqlar, bir-birlərini həlak edəcəklər. Ona görə deyir ki, Peyğəmbər s.ə.v لَوْ اِجْتَمَعَ عَلَيْهِمْ مِنْ اَخْتَارِ حَتَّى يَكُونَ بَعْدُهُمْ يُهْلِكُ بَعْدًا. Yəni, qıraqdan, kənardan yığışsalar belə, onları həlak edə bilməyəcəklər, ta ki, onlar özlərini həlak etməyincə. وَيَسْبِي بَعْدُهُمْ بَعْدًا. Və bir-birlərini əsir götürməyincə. Ona görə də müsəlman bilməli ki, xeyirli ümmətdə Allah təala seçib olun. Və bir olmalıdır bu ümmət, necə Peyğəmbəri, necə Rəbbi istəyib bu birliyi, əmr edib bu birliyi. Allahın dinində bir olaraq, Allahın tövhidində bir olaraq, cəmaat olaraq, bir əmrin ətrafında birləşərək, dəstələrə bölünərək yox, xurafat və ya bidət, zəlalət fikir ardınca çağıranların ətrafında olaraq yox. Ona görə də birlik istəyiriksə, bu cür bir olmalıyıq.